Və bizim Əhl-i Beytdən, imamlardan rəvayətlərimiz var ki, açıq şəkildə bildiriblər ki, Mehdinin gəlişi zamanı ilk öncə İslamın yalnız adı qalacaq. Quranın yalnız yazısı qalacaq. Məscidlər isə hidayətdən boş olacaq. Əgər bu sözlərə inanırıqsa, deməli məscid və orada xutbə oxuyan insanlar ora getmək üçün doğru yer deyil. Çoxluğa qulaq asmamalısan. Çünki onlar insanları azdıracaq. Ona görə də hədis deyir ki, Mehdi gəldikdə Allah Rəsulunun sallallahu əleyhi və aleyh etdiyi kimi edəcək. Peyğəmbər cahiliyyət dövründə zuhur etdikdə özündən əvvəl olan hər şeyi dağıtdı və İslamı yenidən qurdu. Bu nə deməkdir? Bu o deməkdir ki, Mehdinin dövründə müsəlmanların vəziyyəti Peyğəmbərin dövründəki kimidir. Cahillik vəziyyətindədirlər. Onların dini yoxdur. Və necə ki, Peyğəmbər İslamı yenidən diriltməli, insanlara dini öyrətməli idi, eləcə də Mehdi eyni şey etməlidir. Ancaq Mehdinin dövrü daha çətin olacaq. Çünki Peyğəmbərin dövründə onlar sadəcə ağaclara və daşlara ibadət edirdilər. Mehdinin dövründə isə hər kəs dini ona qarşı dəlil kimi istifadə edəcək. Bu qorxunçdur. Bununla belə, bunların heç biri bizi dayandırmamalıdır. Biz yolumuza davam edəcəyik və haqqı tapmaq istəyən hər kəs üçün qaranlıqda parlayan bir işıq olacağı. Bugünün mövzusu başörtü ilə bağlıdır. Gəlin başlayaq. Ağır mövzudur. Bəli, ağır.